Salam, mən bu günləri ziraət haqqında sizinlə danışmaq istəyirəm. Gilas ziraət sortu haqqında. Mövzuya bəzi suallarla başlayacağım. Bugün bildiyimiz kimi ölkədə yetərincə ziraət 900 bağlar mövcuddur və təxminən hazır real olan ziraət bağlarımızın 3 qat qədəri də sökülüb yerinə başqa sortlar əkilib. Mənim sualım budur ki, necə olub ki, bu qədər ziraət bağları salınıb? Adətən bağlar salınır, necə salınır? Baxırsan ki, Royal Helen yaxşı məhsul verir, başlayır hamı Royal Helen əkməyə. Və yaxud baxırsan ki, Svetariyana yaxşı məhsul verir, başlayır hamı Svetariyana əkməyə. Yəni, ziraət də zamanında yaxşı məhsul verməsəydi, heç kim bu qədər ziraət əkməzdi. Yəni, sualım budur ki, necə oldu ki, ziraət birdən-birə bu qədər problemli sorta çevrildi. Və təəccüblüsü odur ki, ziraət bir il yaxşı məhsul verib vaxtında. Növbəti il isə məhsul verməyib. Əvvəldən də elə belə bir problem olub. Bu günlərdə bəzi illərdə bir də görürsünüz ki, ziraət yaxşı bir məhsul verir. Əgər tozlayıcı problemdirsə, məhsul verən il bunu tozlayan nədir? Yəni, biraz düşünülsüz məsələdir. Yəni, heç araşdırmadan, tozlayıcı problemidir demək, o dərəcədə konkret olaraq doğru deyil də bu yanaşma. Yəni, hər şeyi kənara qoyuram, bu qədər fermer aldadıla bilməz. Bu fermerlərin əksəriyyəti məhsuldarlığı gözləri ilə görmüş və ziraəti seçmiş insanlardır. Mən tozlayıcı probleminin olmaması fikrində deyiləm. Tozlayıcı problemi var, həqiqətən də var. Amma ağac periodik məhsul itkisinə gedirsə, yəni bir il məhsul verib, bir il məhsul vermirsə, ilk ağla gələn qida balansının düzgün qurulmamasıdır. Yəni ağac bir il məhsul verib, bir il məhsul vermirsə, bu deməkdir ki, torpaqda əskiklər var və bu əskiklər bir il anormal da olsa təmin edilir, ağac məhsul verir, növbəti il isə təmin oluna bilmir, ağac məhsul vermir, torpaq özünü bərpa eləyənə qədər bu periodiklik davam edir. Bəzən 1 il, bəzən 2 il, bəzən 3 il bu periodiklik davam edir və nəticədə periodiklik o torpağın əskikləri tamamlanır, məhsul verir. Periodikliklə mübarizə aparan dövlətlərin aqronomluq fəaliyyətinə fikir verdikdə görürsən ki, həqiqətən məsələyə akademik yanaşdıqca itkini minimum endirmək olur. Məsələn, Yunanistan, Yaponiya, Koreya, Çin kimi ölkələrdə periodiklik demək olar ki, bitirilmiş vəziyyətdir. Məsələn, zeytun və alma ən çox periodikliyə meyilli bitkilər sayılır. İspaniyada bu 14% salıblar. Yunanistanda 8-10%, Yaponiya və Kitayda 5% salıblar. Yəni, məhsul verən illə verməyən ilin arasında fərqdən söhbət gedir də, yəni. Periodiklik bu deməkdir. Nə ilə ediblər? Yəni, bütün bunlar nə ediblər? Təbii ki, akademik yanaşmalarla. Torpağın əskiklərini düzgün anlamaqla və bəzi torpaqlarda aylıq, bəzi torpaqlarda həftəlik, daha həssas torpaqlarda isə günlük qidalarla periodikliyi aradan qaldırıb. Periodikliklə savaşmaq istəyən ölkələr yaz dövründə monotərkib gübrələrdən tamamilə imtina edir və konkret mürəkkəb rasionlar məsələni aradan qaldırır. Bugün ziraət və bəzi yerli sortlarımız da yanlış gübrələmələrin qurbanıdır. Məsələ açıq-aşkardır. Necə olur ki, tozlayıcı problemi olan bir bağ bir il normal məhsul verə bilir. Amma növbəti illərdə məhsul verə bilmir. Ağacın quruluşuna baxdıqda ən gözəl meyvə gözünə sahibdir və ən çox meyvə gözünə sahibdir. Yəni, heç bir ağac ziraət qədər meyvə gözü verə bilmir və ən iri meyvə gözünə sahib sortlardan biridir. Bu qədər iri və çox meyvə gözünə sahib ağac payızda kiçik yanlış qulluq edirsə, yəni yüngülvarı bir yanlış qulluq görürsə, təbii ki, yazda məhsul vermə imkanı olmur. Çünki bu qədər az meyvə gözü deyil, kifayət qədər meyvə gözü var. Az bir səhv nəticədə məhsuldarlığı hədəf, belə deyək də, o hədəfə götürür. Praktikadan misal çəkirəm. Məsələn, ötən il bir neçə fermer sentyabrda bağa tövsiyə olunan dozada, hətta bir yoldaş tövsiyə olunandan da artıq amafos vermişdi bağa. Yəni, avqust, sentyabr ayında. Yazda heç bir tozlayıcı tədbirləri də görmədən çox yaxşı məhsul götürdü. Həmin bağlarda olmamışım. Amma dəfələrlə zəng edib təşəkkür etdi. Hətta paylaşımlarımızın altına baxsınız, onların altında da bir neçə yerdə bunu qeyd ediblər də özləri. Özbəkistanda da bir təcrübəmdə böyük bir ziraət bağında işlədik.
və 18 hektarlıq bir ərazidə tələb olunan yəni ziraətə biz gübrə vermədik də belə deyim. Məhsul verməyəcək düşüncəsinə o qədər inanmışdılar ki, yəni gübrə verməyə əsas görmədilər də, yəni yersiz xərc bildilər. 18 hektarlıq bir ərazidə tələb olunan gübrənin də yarısı təmin olundu. Yəni mən təklif elədiyim gübrənin də yarısı təmin olundu. Həqiqətən bütün ziraət bağlarından ciddi bir şəkildə fərqləndi həmin bağ. Yəni normal bir məhsul verdi. Yəni nəysə, bugün təklif edirəm ki, kimin ziraət bağı varsa 1 hektarını, yarım hektarını, heç olmasa 3-5 ağacını ayrı xüsusi qulluq etsin. Amma indi başlasın da etməyə də gecikməsin. Yazsın mənə, mən ona gübrə təyin edeyim və yazdakı nəticələrinə baxaq. Hətta bir fermerə yazılıq baxım üçün də AB bakını hədiyyə göndərəcəm. Yəni hərəsindən bir vedrə göndərəcəm. Həmin o ayırdığı ərazidə qulluğu günlük olaraq da apara bilər. Nəticəni praktik olaraq da hər kəs görsün. Ziraətin tozlayıcı problemi var. Yəni bunu inkar etmirəm. Amma əmin ola bilərsiniz ki, ziraət göz quruluşu baxımından o qədər güclü sortdur ki, hətta yaxşısı da yox, orta yaxşı qulluq edilsə, məhsul verəcəyindən əmin ola bilərsiniz. Yəni bunları mənim səsləndirməyimlə deyil, əslində bütün bunların hamısını görürsünüz, bilirsiniz, məndən də yaxşı bilirsiniz. Bu faktlar da ortadadır, yəni burada nəsə gizli bir şey yoxdur. Sadəcə yanlış istiqamətləndirmələr o qədər çoxdur ki, siz də vara qalmışsınız. Mənim təklifimi dəyərləndirin, kim istəyir, ziraət bağı varsa mənə yazsın. Mən ona normal bir şəkildə gübrə təyin edeyim. O şəkildə torpağının gübrəsini versin indi. Yazda da mən həmin ayrılmış əraziyə. Mən özüm də indi elə bu ərəfələrdə fırlanıb gələcəm. Həmin əraziləri kontrol edəcəm. Yazda da həmin əraziyə AB bakı göndərəcəm hədiyyə və nəticəsinə də yazda baxarıq ki, meyvə tutumu necə oldu.